Azərbaycan Maliyyə Nazirliyinin kollegiyasının tərkibinə dəyişiklik edilib. Yeni media xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən Maliyyə Nazirliyinin kollegiya üzvlərinin sayı 13-dən 15-ə çatdırılıb və aşağıdakı kimi təsdiqlənib. Kollegiyanın sədri Maliyyə Naziri, kollegiyanın üzvlərini isə Azərbaycan Maliyyə Nazirinin birinci müavini, Azərbaycan Maliyyə Nazirinin müavinləri, Naxçıvan Muxtar Respublikasının Maliyyə Naziri, Azərbaycan Maliyyə Nazirliyi aparatının rəhbəri, Azərbaycan Maliyyə Nazirliyi aparatının rəhbərinin müavinləri, Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi, Azərbaycan Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin direktoru, Azərbaycan Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə öhdəliklərinin idarə edilməsi Agentliyinin direktoru, Azərbaycan Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinq Agentliyinin direktoru.